Mən bir müəlliməm, ən əsası isə bir qadınam. Öz zəhmətim, əziyyətim, gecə-gündüz çalışmağımla özümə bir yol çizmişəm. Bugün isə daxilimə ağrıdan bir mövzu haqqında danışacağam. Son 1-2 gündür səhifəmə gələn mənfi rəylərin müəllifinə baxıram. Təəssüf ki, 95% qadınlar, yəni öz həmcinslərimdir. Biz hər yerdə qadın həmrəyliyindən danışırıq, amma bir-birimizə dəstək yox, köstək olmağı seçirik. Mənə maraqlıdır, bir xanımın parlaması, enerjisi, uğuru niyə başqa bir xanımda bu dərəcə antisimpatiya yaradır? Mən şagirdlərim üçün gecə-gündüz çalışıram, slaydlar hazırlayıram, video izahlar çəkirəm və işimi sevgi ilə nümayiş etdirirəm. Bu niyə kimlərisə narahat edir? Özünüzü burada ən yaxşı şirkət işçisi olaraq təmsil edib, tanımadığınız bir xanımın əməyini kiçiltməyə çalışaraq özünüzü ucaltmırsınız. Əksinə öz daxili narahatlığınızı göstərmiş olursunuz. Əgər bir xanım başqa bir xanımın parlamasına mane olmağa çalışırsa, başqa bir xanımın işığından narahat olursa, deməli özü hələ o işığı tapa bilməyib. Bəzən burada yazırsınız, əsl müəllim, maşın gəlir bu arada. Bəzən burada yazırsınız, əsl müəllim belə olmaz, öz səhifəndə özünü reklam edirsən. Hazırki dövrdə sosial media sadəcə reklam deyil, eyni zamanda mesajda qeyd etdiyim kimi vizit kartdır. Mən düşünürəm ki, qadın qadına dayaq olanda biz daha güclüyük. Mənə hər gün yüzlərlə xanım gözəl rəylər, gözəl mesajlar yazır. Əsl güc sizsiz. Digərlərinə məsləhətim isə başqasının həyatına kölgə salmağa, çalışmaq üçün sərf etdiyiniz enerjini öz həyatınıza ayırın. Bəlkə onda fake profillər arxasında gizlənmənizə ehtiyac qalmaz. Sizin bu köstəkləriniz məni yolumdan etmir. Əksinə surətimi artırır. Bu arada surət qruplarımıza qeydiyyat davam edir. Əgər siz də qısa müddətdə nəticə əldə etmək istəyirsinizsə, surət qruplarıma yazıla bilərsiniz. Əlavə olaraq növbəti tədris ili üçün yeni qruplarımıza da qeydiyyat artıq davam edir. Gələn ildən ənənəvi dərslər üçün ünvan Nərimanov olacaq. Dərslərlə bağlı ətraflı məlumat üçün mesaj bölməsinə yazın. Nəticələrimiz üçün Instagram storylərimi izləyə bilərsiniz. Mən qaçdım dərsə.